Zahir müəllim, heyvanlarda stres amilləri hansılardır və xəstəliklərin yaranmasına necə təsir göstərir? Yoluxucu xəstəliklərin baş verməsinə səbəb olan ən mühüm amillərdən birisi də mövcud stres faktorlarıdır. Stres faktorlarının qrupları çoxdur. Diqqətinizə çatdırmaq istəyirəm ki, fiziki stressorlar, kimyəvi stressorlar, texniki stressorlar, yem stressorları, nəqliyyat stressorları, fiziki stressorlar dedikdə heyvandarlıq təsərrüfatlarında heyvan saxlanan binalarda əlbəttə ki, əgər yüksək hərarət mövcuddursa, yaxud da deyək ki, aşağı hədd temperaturası mövcuddursa, soyuq bir şəraitdə saxlanılırsa, yaxud da deyək ki, çox güclü səs-küy varsa da, güclü işıqlanma varsa da, yaxud da bir qaranlıq bir şərait mövcuddursa, barometrik təzyiq əgər yerində deyilsə də, bu fiziki stressorlara aiddir. Belə bir stressorlar əgər o heyvanlara təsir göstərirsə və bu təsir effekti davamlıdırsa da, onda fərdlərdə orqanizma rezistentliyi aşağı düşəcək, xəstəliklərə meyillik yüksələcək. Kimyəvi stressorlar, təsərrüfatlarda, fermalarda, heyvandarlıq və qutçuluq komplekslərində boğucu qazların olması, zərərli qazların olması, qeyd eləmək istəyirəm ki, karbon qazının konsentrasiyasının çox olması, amoniyak qazının, hidrogen sulfit qazının və s. konsentrasiyası çox olan zamanda kimyəvi stressor kimi təsir göstərir. Mən qeyd eləmək istəyirəm ki, o cümlədən texniki stressorlar var. Məsələn, vahid sahədə, vahid bir, belə deyək, 10 kvadrat metr bir sahədə misal üçün 3-4 xırdaboynuzlu heyvan normada saxlanılmalıdırsa, misal üçün deyirəm, biz saxlayırıq 10 heyvan, sıx şəraitdə, texniki stressor. Yaxud da deyək ki, bu körpələrdə bir südəmər devr deyirik. Balanı anadan vaxtsız ayırırıq. Əlbəttə ki, bioloji stressor. Eyni zamanda yem stressorları var. Heyvanları ya çox yüksək qidalıq dəyərinə malik olan və miqdar etibarilə çox yemlə təmin edirik. Yaxud da heyvanlara nəzərdə tutduğumuz yem norması, yem payı qıt olur. Ya bir tərəfli yemləmə. Həmişə davamlı xarakter kəsb edir. Deyək, elə qaba yemlərlə yemləndirmə, yaxud da deyək ki, davamlı olaraq sulu şirəli yemlərlə yemləndirmə. Əlbəttə ki, bu yem stressorlarıdır. Belə olan halda, onda zaman-zaman o heyvanların orqanizmasının rezistentliyi zəifləyəcək. Eyni zamanda nəqliyyat stressoru. Əgər deyək ki, heyvanı biz bir nəqliyyat vasitəsinə yerləşdirərək, onu uzun bir məsafəni sürürüksə də, deyək ki, 300-500 kilometr, sonra aparırıq onu, vaksinasiya edirik. Əlbəttə ki, o mühit amilləri o cümlədən təsir edir. Belə olan halda nəqliyyat stressoru zamanında da fərdlərdə orqanizmanın rezistentliyi zəifləyir. Ona görə də xəstələrə meyillik, xəstələrə yoluxma faizi, yoluxma riski yüksək olur. Ona görə stres faktorlarının təsirini kənarlaşdırmalıyıq.